Əssalam, biz başladıq. Hı -hı. Deməli, bu məsələmizdə biz elə gördünüz, məsələni dedim, o məsələnin gəlin kodunu yazaq. Uşaqlar dedi, siyahıya çevirərik, list eləyərik. Amma əziz dostlar, sizin diqqətinizə çatdırım ki, biz bilirik ki, sətirlərə də bir ardıcıllıq qismində müraciət etmək olur. Sayğaclı dövrün forması keçəndə demişdik ki, birbaşa müraciət var, bir də indekslərlə müraciət. Onda elə biz birbaşa sətrə müraciət edərik, işimiz düzələr. Bir dənə, çünki həmin ədədi sətr formatında alarıq. Sətr formatında alandan sonra, çünki mən sətr kimi istəyirəm. Bax, sətr formatında dedim, ancaq tam ədəd formatında aldım. Sətr formatında qəbul etdik. Daha sonra bu niyə belə olubdu? Sətr formatında qəbul etdik. Qoy bunu təzədən açım. Yəni sətr formatında qəbul edəndə forla, sayğaclı dövrün birbaşa müraciət forması ilə biz bu işi yerinə yetirə bilirik də. Bu işi yerinə yetirə biliriksə, vəssalam da, onda birbaşa başlayaq sətrin elementlərinə müraciət etməyə və dövrün daxilində də print funksiyasını biz neyinəyək? Vermiş olaq. Ondan sonra problem həll olunacaq. Sətri qəbul edirəm. Qəbul etdim. Sonra müraciət edirəm. Deyirəm for i in n, yəni birbaşa. Sonra da nə yazıram? Print i yazıram. Yəni bura nə yazsam, ədəd də yazsam, başqa bir mətn də yazsam, bunu birbaşa simvolları soldan sağa doğru çıxışa verəcək. Məsələn, yazıram nə? Yazıram oradakı ədədi 2, 5, 6, 4 və çapa versəm görürsünüz. Həmin ədədləri yazıldığı ardıcıllıqla çıxışa vermiş oldu. Aydındırmı? Görünür. Anlaşdı uşaqlar bu kod. Yəni sol tərəfdən müraciət etdim, birbaşa çap olunub. Başqa bir mətn də yazsam, hətta onu nə edəcək? Soldan sağa bir-bir simvolların çıxışa verəcək. Amma başqa üsullarla da yazmaq olardı. Siyahıya çevirib bir-bir müraciət eləmək olardı. Yaxud ədədi rəqəmlərinə ayırıb nə edərdik? Siyahının içərisinə əlavə eləyərdik. Siyahının içərisinə əlavə edəndən sonra da onu reverse eləyərdik. Daha sonra bir dənə də dövr qurub birbaşa müraciət eləyərdik. Amma buna nə ehtiyac? Hətta bunu zənnimcə biraz da qısa yazmaq olar. Bax, bu dəyişəni buradan ləğv eləyərik. Məncə belə işləməlidir. Mən əvvəl belə işləyirdim, amma çoxdan bu formatla işləmirəm deyənə yadımdan çıxıbdı. Inputu buradan vermək. Məsələn, yazdım oradakı nümunəni 2, 5, 6, 4. Gördünüz, heç birbaşa inputu buradan al, elə buradan da götür. İndi keçdik nəyə? Əgər bunun haqqında sualınız yoxdursa, mən 101 nömrəli tapşırığı sizə izah etmək istəyirəm. 101 nömrəli tapşırıqda şərti oxuyursunuz, görürsünüz burada. Ehtiyac varsa böyüdə də bilərəm. Deyir ki, klaviaturadan natural ədəd daxil edilir. N-dən böyük olan və 2, 3, 5 ədədlərinin heç birinə bölünməyən ən kiçik natural ədədi çap edən proqramı Python dilində yazın. Mən bu məsələyə indi baxırdım uşaqları o gözləyincə. Burada biraz şərti natamam kimi qoyublar. Yazıblar 2, 3, 5 ədədlərin heç birinə bölünməyən. Heç birinə bölünməyən deyəndə məsələdən belə başa düşün. Yəni nə 2-yə bölünsün, nə 3-ə bölünsün, nə 5-ə bölünsün, belə bir ədəd baş verməsin. Məsələn, indi burada dərhal fikirləşilir ki, nədir? Məsələn, 16 ola bilər, 16 2-yə bölünmür, bölünür, 3-ə bölünmür, 5-ə bölünmür. Bax, belə yox. Yəni, heç birinə bölünməyəndən söhbət gedir. Heç birinə bölünməsin. Məsələn, görürsünüz, girişə 15 veribdi. Giriş nümunəsi kimi 15 ədədim veribdi. Amma 15-dən dərhal sonra bunların heç birinə bölünməyən, dərhal sonra da, ən kiçik dedikdə dərhal sonra. Məsələn, 19 da heç birinə bölünmür, amma dərhal sonra 17-dir.
Eee, dərhal sonra bölünməyən ədəd 17-dir. 25-dən dərhal sonra 29-dur. Məsələn, 26 2-yə bölünür. 27 2-yə, 5-ə bölünməsə də 3-ə bölünür. Ona görə nədir? 29-dur. Yəqin ki, məsələnin şərti siz dərk etmiş oldunuz. Onda mən belə eləyirəm. Birinci ədədi qəbul edirəm. M bərabərdir int input. Harda sualınız oldu mütləq deyin və müdaxilə də eləmək lazımsa müdaxilə edib öz fikirlərinizi deyə bilərsiniz. İndi n-dən dərhal sonra deyirsə, ola bilər ki, n ədədi elə bir ədəd olar ki, məsələn, n ədədini elə özün 17 götürsək girişə, heç birinə bölünməyəcək. Amma ona görə də bu deyir ki, n natural ədədindən böyük olan. Ona görə natural ədəddirsə, n-dən böyük dərhal natural ədəd bir vahid artmış ədəddir. Mən ona görə də nə edəcəyəm? N-i bu başdan özümü sığortalayıb bir vahid artıracağam. Yəni n ədədi özü birdən bunun heç birinə bölünməz. Onu istəmir. Deyir n-dən sonrakı olan olsun. Bunu artırandan sonra ondan sonra mən bu şərtin nə vaxt bitəcəyi, yəni nə vaxta kimi bu qeyri-müəyyənlik var da. Mən nə bilim ki, n ədədi hansı ədəd olacaq və ondan dərhal sonra olan ədəd bunların hansına bölünməyəcək. Ona görə burada sağazlı dövrdə mən istifadə edə bilmərəm. Çünki burada qeyri-müəyyənlik var. Nə qədər ki bölünürsə bizə lazım deyil. Bölünməyən bizə lazımdır. Nə qədər ki bunların hansısa birinə bölünən bir ədəd varsa, hələ o bizə lazım deyil. Deməli, məcbur oluram şərtli dövrdən istifadə etməyə. Deyirəm ki, nə qədər ki n ədədi nə 2-yə bölünmürsə, yəni 2-yə artıq bölünmürsə deyəndə bölünürsə o bizə lazım deyil. Bölünmürsə lazım. Yəni bölünən oldusa lazım deyil. Məsələn 15-dən dərhal sonra 16 2-yə bölünür, o bizə lazım deyil. Ona görə hələ bölünürsə biz davam eləyək. Bir vahid artıraq, yuxarı qalxaq, bölünməyən keçsin əlimizə. Bərabərdirsə 0 və ya məsələn 16 2-yə bölünür, amma onların heç birinə bölünmür. Ona görə də or-la birləşdiririk, and-lə yox və ya. Bu ədəd, yəni n ədədi 5-ə də bölünürsə, yəni 5-ə böləndə qalıq 0-a bərabər olursa və ya həmin n ədədi, yəqin ki, mənim bu söhbətimdən tutdunuz ki, niyə and yox, or lazımdır. Deməli, n ədədi artıq orada nə var? 2-dir, 5-dir, bir də 3-dür. 3-ə böləndə bərabər olursa 0-a, o zaman nə baş versin? O zaman mənə bunlar lazım deyil. Belə bir hal varsa, n ədədi artsın. N ədədi artmış olsun. Bir vahid artsın. Onda enter m bərabərdir m plus 1. Nə vaxt ki bu şərtin heç biri ödənmədi, biz demişdik o vaxt doğru olur ki, onu birləşdirən obyektlərin heç biri ödənməsin. Bizə də heç biri ödənmək lazım deyil. Yəni bunların heç biri ödənməsin. Heç biri 0-a böləndə, 5-ə, 2-ə, 3-ə böləndə qalıq 0 olmasın. Bölünməyən. Çünki burada bax qara hərflərlə yazıb bölünməyən. Deməli bunların heç biri baş verməyəndə dövr qurtaracaq. Nə qədər ki bunların hər hansı biri də baş verirsə, n hələ arta-arta getsin yuxarı. Hansısa bir mərhələdə heç biri baş verməyəcək. Və bundan da sonra biz nə edirik? N-i çapa göndəririk. Vəssalam. İndi gəlin nümunələrlə yoxlayaq görək, düzdür, yoxsa səhvdir. Məsələn, tutaq ki, buradan 15 yazıb, görə 17 çıxardırmı? 17 çıxartdı. 25 yazanda 29 çıxartmalıdır. Yəni, digər nümunələr üçün də yazdıq, işləyəcək. Bir daha məsələnin mahiyyəti mən sizə izah edirəm. Məsələn, 25 yazanda, bax, buradan kirişə 25 verəndə niyə görə biz orla yazdıq, onu deyirəm. Özümü sığortaladım ki, dedim ki 25-dən 25-in özü, bax burada n bərabər n plus 1-i ona görə yazmışam ki, ola bilər ki 25 ədədi bunların o lazım olan şərti ödəyir. Nə 2-yə bölünmür, nə 5-ə, nə 3-ə. Amma çünki bu məsələdə onu istəmir. Deyir, n-dən böyük olan lazımdır bizə. Ona görə özümü sığortalayıb ikinci sətirdə dərhal n-i bir vahid artırdım. Sonra da mənə deyib ki, şərtdən göründüyü kimi, 25 nə 2-yə bölünmür, 25 2-yə bölünmür, amma 5-ə bölünür. 3-ə də bölünmür. Deməli 25 mənə, yəni 25-dən sonra gələn 26, üzr istəyirəm. 2-yə bölünür, amma 5 ilə 3-ə bölünmür. Ona görə də bizə bu lazım deyil. Çünki bunlardan ən azı birinə bölünür. 27 ilk ikisinə bölünməsə də 3-ə böləndə qalıq 0 verir. O da bizə lazım deyil. 28 2-yə bölünür, amma digərlərinə bölünmür. O da bizə lazım deyil. Biz istəyirik ki, heç biri baş verməsin. Ona görə məhz bunu biz or-la yazdıq, and-lə yazmadıq.
Ən ayrı 29 heç birinə bölünmədi. Bu şərt ödənmədiyi üçün heç biri dövrdən çıxış baş verdi. Sonra növbəti məsələ. Növbəti məsələni görürsünüz. Növbəti məsələ asan bir məsələdir. Yəni deyirəm, biz çalışacağıq ki, hansı halda sayğaclı dövrdən istifadə etmək mümkündürsə, sayğaclı dövrdən istifadə edəcəyik abituriyent səviyyəsində. Çünki sayğaclı dövrdən istifadə etmək əhəmiyyətli dərəcədə səhvlərdən bizi xilas edir. Bu cəmi görürsünüz, 102-də deyir ki, bu cəmi hesablamaq üçün klaviaturadan bir n ədədi daxil edilir. Bu cəmi Python dilində hesablayan proqram yazmaq lazımdır. Necə ki, məsələn, n-in qiymətini biz 2 daxil etsək, bax, burada deyir, n-i daxil edək. N-in qiymətini 2 daxil etsək, bura qədər hesablama baş verəcək. Baxın, yəni cəmi bu hesablanacaq. 1 üstə gəlsin 2-də 1-in kvadratı, yəni 1/4-də 1. N-in qiymətini əgər 3 daxil etsək, artıq başa salmalıyıq ki, bu prosesoru mən 3 daxil etmişəmsə, sən bu cəmi yerinə yetir. 1 üstə gəl 4-də 1, üstə gəlsin 9-da 1. Bax, bunu yerinə yetir. N-in qiymətini 4 daxil etmişiksə, bax, bura qədər olan hissəni yerinə yetirsin. Yəni, hansı n-in qiymətini nə daxil etmişiksə, o özü daxil olmaqdan məxrəcdəki həmin ədədin kvadratı və surətlər 1 kimi qalsın, cəmə daxil olsun. Ona görə də yəni, axırıncı həddən görürük bunu. Və müəllim nə demişdi? Müəllim demişdi ki, siz belə ifadələr gördünüzsə, istəyir algoritmin quranda, istəyir proqramın quranda sevinin. Ona görə sevinin ki, çünki bunun sonuncu həddi bütün həddlərin ümumiləşməsidir. Hər bir həddi bundan almaq olar. Məsələn, n 1 olanda, n-in yerinə 1 olanda nə baş verir? 1 alınır bu ifadənin nəticəsi. N-in nəticəsi keçib 2 olanda nə olur? Alınır 2-nin kvadratında 1. Görürsünüz, ikinci həddi almış oldum. N-in yerinə 3 qoysam, 3-ün kvadratında 1. Üçüncü həddi almış oldum. Onda deməli, mən əgər 3 daxil etmişəmsə, mənə bu hissə lazım. Sonda n-in yerinə 1-dən, n-in yerinə 1-dən 3-ə qədər bütün ədədləri mən nə etməliyəm? Qoymalıyam. Yox, əgər n daxil olubsa, ümumilikdə bu cəmi büsbütün almaq üçün n-in yerinə 1-dən başlayaraq n-in özünə qədər bütün ədədləri qoymaq lazımdır. Baxın, məxrəc 1-dir, 2-dir, 3-dir, 4-dir, ən nəhayət n-də dayandı. Ona başladıq. Yazıram, n bərabərdir int input. Ondan sonra nə edirəm? Ondan sonra bir dənə cəm qoyuram, s bərabərdir 0. Cəmi qoyandan sonra nə yazıram? Yazıram, mən bu dövrü neçə dəfə davam elətdirməliyəm? N dəfə. Görürsünüz? Bu 1-in məxrəcini gizlədib də buradan. 1, 2, 3, 4, ən nəhayət n dəfə. Ona görə for i in range n. Yəni, n dəfə davam elətdirəcəyəm. N-in özü də mənə lazım olduğundan, özdə nədən başlayacağım? 1-dən başlayacağım. Və range funksiyası bilirsiniz ki, axırıncı qiyməti götürmür. Ona görə n-in özü də mənə lazım olduğundan bura n plus 1 yazacağım, n-i də götürsün. Onda yazıram, s bərabərdir, s üzərinə gəlinsin. Nə? Axırıncı hədd. Axırıncı hədd nə idi? 1 bölünsün n idi. Oradan bütün həddləri də almaq üçün n-ə 1-dən n-ə qədər qiymət verdikdə bütün həddləri almaq üçün. Onda yazıram 1 bölünsün nə? I. Yəni i birinci dəfə görün 1 olacaq. 1 olanda olacaq 1 bölünsün 1. Sonra olacaq 2, 1 bölünsün 2-nin kvadratı. Burada da kvadrat olduğundan bunu bax belə yazıram, kvadrat. İndi başlayıram hesablamağa və nəticəni də çapa göndərirəm. Print nədir? S. Yekun çapa göndərək. Məsələn, biz şifahi 1, 2, n-ə 2 daxil etsəm, cavab 1/4-də 1 olmalıdır. Yəni 1/25 olmalıdır. Görək doğrudan mı olurmu? 2 daxil etsəm. N-ə daxil edirəm 2. Cavabda gördünüz 1/25 oldu. Niyə? Çünki bax buradan bura qədər ifadənin cəmi nə eləyir? 1/25 eləyir. İndi bunu sayğaclı dövrlə də, üzr istəyirəm, şərtli dövrlə də yazmaq olardı. Şərtli dövrlə də yazanda sadəcə biz bu hissəni özümüz düzəldəcəkdik. Burada qeyri-adi bir şey yoxdur. Hətta şərtli dövrlə yazmaq üçün buranı pozacağam. Görürsünüz. Buradan nə yazacağam? S bərabərdir 0, bir də yazıram. I bərabərdir 1. Çünki nədən başlamalıyıq? 1-dən başlamalıyıq n-ə qədər qiymətlər verməyə. Ondan sonra buradan yazacağam. Nə qədər ki
i gedib n-ə çatmayıb, kiçikdir, bərabərdirsə n, onda bu ifadəni hesabla. 1 üçün hesabladın, geç 2 üçün də, 3 üçün də. Onda aşağıdan da nə yazmalıyam? I bərabərdir, i plus 1. Yenə də eyni işi görəcək. Sadəcə o sayğacın işini biz burada nə etdik? Düzəltmişik. Baxın, yenə də mən nə yazsam? 2 yazsam, yəqin ki 1,25 çıxacaq. Gördünüzmü? Hətta burada dövr dəyişəni istifadə etməyə də bilərəm. Bax, istəyirsiniz bunu pozum, cəmi tərsədən, geridən önə doğru qayıdım. Bax, n-i alım, sonra bu şərti belə eləyim. Deyim ki, nə qədər ki n böyükdür, bərabərdirsə 1-ə. Böyükdür, bərabərsə 1-dən. Onda bu ifadə hesablansın və burada daha i yazmayacağım. Burada n yazacağım. Yəni sondan önə doğru gedəcək də artıq. Məsələn, n-ə 4 daxil olmuşamsa, birinci olacaq 1 bölünsün 4-ün kvadratı, sonra düşüb aşağı olacaq 1 bölünsün 3-ün kvadratı, 1 bölünsün 2-nin kvadratı, ən nəhayət 1-in kvadratı. Onda n-i də hər dəfə bir vahid azaldıram. N bərabərdir, n çıxılsın 1. Görürsünüz, neçə dənə üsulla bu işi yazıb bitirmək olar. Yetər ki, sizdə həvəs olsun. Hələ bundan da əlavə 2-3 üsul birləşdirib demək olar. Bunu da dedik. Daha sonra mən istəyirəm, indi sizə əgər sualınız yoxdursa, 103 nömrəli tapşırığa keçid edim. 103 nömrəli tapşırıq da, inanın ki, bunun analogudur. Eyni ifadədir. Amma burada nədir? Burada tək ədədlərdir məxrəclərdə. Yəni bu 1-in məxrəci gizlədilib, amma məxrəci 1-dir də. 1-də 1 elə 1-dir. 3, 5, 7 tək ədədlərdir. Xoşbəxtlikdən bunun üstləri də nədir? Tək ədədlərdir. 3, 5, 7. Bax 1-in üstü 1. Onu qəsdən gizlədibdir. Bu hissədə əslində 1-in üstü 1-dir. Sonra 3-də 1-in üstü 3. Belə olanda asan olur. Yəni məxrəcdə nədirsə qüvvət də həmin ifadədirsə, bu çox asandır. Məxrəclə üst fərqi olanda qismən problem yaranır. Onda burada da sayğaclı dövrlə quracağım. Dediyim ki, bunu şərtli ilə də qurmaq olar. Amma biz indi ən asanını da bir dənə o necə deyək, performans göstərdim şərtli ilə. Onda n-i aldım, s bərabərdir 0 yazdım, cəm qutusu. Mən bu prosesi nədən eləməliyəm? 1-dən n-ə qədər etməliyəm. Ancaq necə etməliyəm? Tək ədədlər üçün etməliyəm. Onda nə yazmalıyam? Yazmalıyam for i in range 1-dən n özü daxil olmaqla tək ədədlər. Gördünüz, stepinə yazdım, 2 yazdım. Qoşa nöqtə. Yenə də belə bir şey görən kimi mən demişdim ki, demək lazımdır, mənli idi bu məsələ. Bu hədlə bütün hədləri biz ala bilərik. Belə ki, s bərabərdir, s üstə gəlinsin, 1 bölünsün, 1 bölünsün. Orada mötərizədə yazıb, əslində 1-in istənilən qüvvəti elə 1 olduğundan mən istədim məxrəcdə yazam, amma yaxşı, onun kimi yazam. 1 bölünsün i, çünki i 1-dən n-ə qədər dəyişir. Amma necə? i tək ədədlərdir. Görürsünüz, burada tək sığortalamışam. 1 bölünsün i-nin üstü i. Gördünüzmü uşaqlar? Məsələn, bax, i birinci dəfə burada nə olacaq? Burada i bərabər olacaq 1-ə. 1-ə bərabər olanda bu ifadənin qiyməti nə olacaq? 1 bölünsün 1 üstü 1. Sonra i keçib olacaq avtomatik olaraq 2 yox, aha daha 3 olacaq. Onda ifadə nə olacaq? 1 bölünsün 3-ün üstü 3. Burada da bizdə nədir? 1 bölünsün 3-ün üstü və digərləri də o qayda ilə. Yekun olaraq s-i çap etmək olar. Heç bunun yoxlanışa da ehtiyac görmürəm, çünki dəqiqliklə işləyəcək. Hardasa cavab biz 3 daxil etsək, belə bir cavab çıxmalıdır. Təqribi hesablamaya görə 1,27-də 1, 1,27-də 1 ədədi də hardasa belə bir ədəddir, dövrü kəsirdi. Ona görə bundan bir qismi çıxdı. Şərtli dövrlə də yazmaq olar, amma şərtli dövrdə siz artıq əlavə işlər görməli olacaqsınız. Niyə əlavə işlər görməli olacaqsınız? Ona görə ki, çünki buradan tək ədədləri yazmaq lazımdır. Dövr dəyişənin 2-2 artırmaq lazımdır. Və yaxud dövr dəyişənin bunun başqa bir versiyasını da eləyə bilərdik sayğaclı dövrdə. Mən şərtli dövrə əgər məsələnin imkan varsa onu sayğaclı dövrlə yazmaq, şərtli dövrə girmək istəmirəm. İndi baxın, ədədləri bir-bir generasiya eləyirəm. Yəni 1, 2, 3, amma mənə tək ədədlər lazımdır. Onda şərt qoyuram, başqa bir üsul. Deyirəm ki, step vermədən. Deyirəm, əgər i faiz 2 bərabərdirsə 1-ə, yəni i tək ədəddirsə, o zaman bunu
S-in içərisinə əlavə elə. Gördünüz? Bu da eyni nəticədir. Eyni işi görəcək. Sadəcə biraz fərqləndirilmiş üsuldur. Görürsünüz? 3 üçün yenə də eyni nəticəni vermiş oldu. Bunun haqqında da sualınız varsa verə bilərsiniz. Yox, sualınız yoxdursa, mən 104 nömrəli tapşırığın həllinə keçmək istəyirəm uşaqlar. Sualınız varsa buyurun. Hətta əlavə təklifləriniz də olsa verə bilərsiniz. Ola bilər ki, siz yəni indi mən burada məsələni oxuyuram, elə birbaşa oxuyan kimi həlli ağlıma gəlir, yazıram. Amma ola bilər ki, siz də canlı baxanda mənim ani ağlıma gəlməyən bir metod təklif edərsiniz ki, müəllim, bəs belə necə? Belə hallar olanda bildirin, dəyərləndirək. İndi keçdik 104-ə. 104-də nə yazılıb? 104-də yazılıb ki, klaviaturadan daxil edilən natural ədədin özünün rəqəmləri cəminə tam bölünüb bölünmədiyini çap edən proqramı Python dilində yazın. Məsələn, uşaqlar baxın. 2400 ədədi özünün rəqəmləri cəminə bölünür. Özünün rəqəmləri cəmi 6 eləyir, 2400 də 6-ya bölünür. Amma 244 ədədi özünün rəqəmləri cəminə bölünmür. Çünki 244 ədədi ona tam bölünmür. Burada tam bölünməkdən söhbət gedir. Yoxsa 244-ü ona böləndə 24 ona 4 deyil. 5 də həmçinin. Deməli, mən sizlə dəfələrlə dalaşırdım ki, o ədədi rəqəmlərinə ayıra bilmək kodun hər kəs istənilən an, günün, saatın istənilən anında, sən fizikadan məsələ yazdığında birdən bir nəfər dedi ki, mənə ədədi rəqəmləri ayırmaq üçün kodu denən, sən onu əzbər deməlisən. Çünki onun bazasında çox məsələlər dayanır və hətta say sistemlərinin birindən digərinə keçiddə də o geniş istifadə olunur. Düzdür, ədədi rəqəmlərinə başqa üsullarla da ayırmaq olar, sayğaclı dövrünə. Elə hansı ki, birinci məsələ var idi, 100 nömrəli. Biz orada əslində elə ədədi nəyə ayırdıq? Rəqəmlərini ayırdıq. Sadəcə CTR tipində rəqəmlər çıxdı. İndi onu int kimi istifadə etmək üçün gərək hər dəfə o rəqəmi int kimi, i-ni int kimi çıxışa verirsən, yaxud cəmə əlavə edirsən. Deməli, qısası biz burada ədədi rəqəmlərini ayırmalıyıq. Ədədi rəqəmlərini ayırandan sonra biz o rəqəmlərin cəmini tapmalıyıq. Ədədin də rəqəmlərin cəmini tapa bilirik. Sonra da yoxlamalıyıq. Ədəd öz rəqəmlərinin cəminə bölünürsə yes, əks halda no çıxardaq. Mən burada bilərəkdən bir səhv eləyəcəyəm. Səhvi eləyə gedəcəyəm. Axırda düzəldəcəyəm həmin səhvi. Görüm siz mən yazınca həmin səhvi tapa biləcəksiniz, yoxsa yox. Xırda bir səhvdir. Ona görə də nə edirəm? Həmin səhvi davam eləyə gedirəm. Deməli, başlanğıcdan n ədədini aldım. Bir boş qutu qoydum, öz təbimizdən desək, bunun içərisinə rəqəmlər cəmlənəcək. Biz hamımız bilirik ki, ədədi rəqəmlərinə belə ayırırdıq. Nə qədər ki, ədəd müsbətdirsə, o zaman q bərabərdir n faiz 10. Və rəqəm Q dəyişənində olurdu. Rəqəm əlimə keçən kimi mən dərhal onu cəmə əlavə eləməliyəm. S bərabərdir. S üstə gəlinsin Q. Cəmə əlavə etdim. İndi keçib digər mərtəbəyə keçid etmək üçün də bunu yazmalıyam. N bərabərdir. N 10. Bu ədədin rəqəmlərini ayıracaq və cəmləyəcək. Cəmləmədən sonra mən yoxlamalıyam ki, ədəd öz rəqəmlərin cəminə bölünür, yoxsa yox. Onu da yazmalıyam. Dövr qutusu. Səhv deyə bilərəm. Mən də deyirəm. Yox, hələ demə səhvi. Mən yazım qutarım, onsuz da orada səhv eləmişəm. Axırda düzəldəcəyəm. Axırda yekun bitirəndə sən səhvi deyərsən. Mən o icra eləyim, səhv çıxsın, səhv görünsün. Sən də nə et? Həmin səhvi bizə bildir. Əgər mən elə bilirəm ki, səhv eləmişəm. İndi eləməsəm nə yaxşı, amma mən bilərəkdən səhv eləməyə getmək istəyirəm. Əgər n ədədi s-ə qalıqsız bölünürsə, yəni bərabərdirsə 0, onda biz nə çıxartmalıyıq? İndi orada bölünür yazılır. Mən burada ingilis klaviaturasına yazıram, ona görə yes çıxardacağım. Daha bölünür çıxartmayacağım, çünki ö hərfini yazamıram. Əks halda nə çıxartmalıyam? Print no. İndi mən bir dənə ədəd daxil edirəm. 2400. 2400 üçün yes çıxmalıdır da. 2400. Yes çıxdı. Amma 244 üçün yes çıxmalı deyil. Onun üçün də yes çıxacaq. Gördünüz.
Hətta 5 gündə yes çıxmalı deyil, çünki bölünmür. 5 gündə yes çıxacaq. Hansı ədədi daxil etsəm yes çıxacaq? İndi de görüm, mən harda səhv eləmişəm. Bizim səhvimiz o idi ki, burada n hər dəfə yeni qiymət alır, amma biz n-i müəyyən bir dəyişənə mənsublətməliyik ki, o ilkin qiymətini özündə saxlasın. Əla, əla, eşq olsun sənə. Deməli uşaqlar, istənilən ədədi rəqəmlərinə ayıranda n buradan nə edir? Başlayır. Nə qədər ki sıfırdan böyük olur, n hər dəfə dövrün daxilində yenilənir. Dövrdən çıxış nə vaxt baş verir? Dövrdən çıxış o vaxt baş verir ki, n sıfır olsun ki, o desin ki, sıfır sıfırdan böyükdürmü? Yox, dövrdən çıxış baş versin. Deməli, istənilən ədədi rəqəmlərinə ayırarkən, bu palindrom ədədlərdə də belə şey lazım olur. İstənilən ədədi rəqəmlərinə ayırarkən, axırda həmin ədədin mənimsədildiyi dəyişən, mən boş yerə danışmıram, səsimə qulaq asmayın. Əl işarələrimə baxın, mausundan işarə eləyirəm. Həmin n-in qiyməti, yəni burada da istifadə etmişəm, 0 olur. 0 olmasa ədəd rəqəmlərinə ayrılmaz, sonsuz dövr gedər. Ona görə də mən məcbur idim ki, başlanğıcdan bu n ədədin başqa bir ədədə mənimsədim, başqa bir dəyişənə ki, o özündə həmin ədədin qiymətini saxlasın. Hə, mən bundan sonra artıq n ədədini neynim? Rəqəmlərinə qəşəng-qəşəng ayırım. Ayırandan sonra daha n-i yox, burada nəyi bölüm? K-nı S-ə bölüb bölmədiyini yoxlayım. Və indi davam edək. İndi düz işləyəcək. 2400 daxil edirəm, yes çıxacaq. Amma 244 daxil edəndə no çıxacaq. 244 daxil etdim. Nə baş verəcək? No çıxacaq. 5 də daxil edəndə no çıxacaq. Gördünüz uşaqlar, 5 no yox, yes çıxmalıdır. Mən səhv dedim. Proqram düz çıxardır, mən özüm səhv dedim. 5 elə rəqəmləri cəmidə 5-dir, 5-5-ə nə olur bölünür. Yaxşı, indi bunun üzrə xırda dəyişiklik eləməklə kim gəlir? Başqa cür, ya heç while ilə yazmadan bunu for-la necə yazaq? Yəni biz qaça-qaça məsələlərə baxmayaq da. Mənim bu onlayn dərsi keçməkdə məqsədim odur ki, sən yaxşı proqramçı olmaq istəyirsən, sən yəni bunlar sizə tanış sözdür, mən hər dəfə də xatırladıram. Sən alternativ üsullar bilməlisən. Yəni sən döyüşə gedirsənsə, sən əlində bir dənə silah götürsən, bir dənə avtomat götürsən, sən artıq əlbəyaxa döyüşdə avtomatdan istifadə edə bilməyəcəksən, məğlub olacaqsan düşmənə. Deməli, sən üstündə tapança da götürməlisən, lazım gələndə qumbara da götürməlisən, hələ süngü bıçaq da götürməlisən ki, səssiz döyüşdə istifadə edəsən. Bu nə deməkdir? Yəni alternativ silahların olmalıdır. Proqramçı olmaq, həndəsəçi olmaq alternativ üsullar tələb eləyir adamlar. Nə qədər çox alternativ üsul bilsən, sən o qədər güclü mütəxəssis olacaqsan. Sənin qabağında heç kim dayana bilməyəcək. İndi bunu gəl while-i də ləğv eləyək. Bunun hamısını ləğv eləyək. Bu aşağı hissə qalsın. Aşağı hissə bunu da, bu k-nı da ləğv eləyirəm burada. İndi dəyişiklik aparacağıq. S qalsın burada. Həm S-i də ləğv eləyirəm istəyirsən. Başqa necə yaza bilərik? Biz siyahı metodlarını düşünün. Rəqəmlərə başqa cür necə yazaq? Müəllim, list metodu ilə rəqəmlərini ayırmaq olar da. Əlbəttə, list metodu ilə rəqəmlərinə necə ayırım? Listlə ayıranda rəqəmlər nə olacaq? Listlə rəqəmlərini ayrı-ayrı sətirdə olacaq, onları tam ədədə çevirmək olar. Mən bunu int kimi gərək almayam, birinci input kimi alam. Amma inputu list eləyəndə iş orasındadır ki, orada nə baş verir? Orada o list olanda sətir kimi siyahının içərisinə yığılacaq. Ondan alarıq. Sətir kimi siyahının üstünə yığılacaq. Çünki list elədim, sətir kimi elementlərə bölünüb yığılacaq. Mən sənin əlavənə belə bir təklif eləyə bilərəm. Mən bunu sətir kimi eləyərəm. Artıq mən sən dedim başımda 2 dənə də əlavə üsul yarandı. Amma elə sənin üsulu davam elətdirək. Mən istəyirdim ki, onu for-la bir-bir soldan başlayaq, rəqəmlərini ataq siyahının içərisinə. Axırda siyahını sum funksiyası ilə istifadə eləyək. Sonra istifadə eləyək. Həm sum funksiyasından istifadə edək, həm də siyahıdan. Amma sən elə təklif elədin, mən sənin təklif elədiyin yolda sənə kömək etmək istəyirəm. Onda bunu birbaşa, bax belə etmək hüququmuz var. Elə nə etdim? Input aldım, inputu list elədim, ədəd rəqəmlərinə ayrıldı. Baxın bura bir dənə, bunu ləğv eləyim, qoy burada. Nə qədər çox alternativ bilsəz, yenə deyirəm, siz heç vaxt məğlub olmayacaqsınız. N-i çap eləyim, həqiqətən sizə göstərim ki, doğrudan da sətir kimi siyahıya çevirir. Yəni input elədin, inputda listə verdi, özün iç-içə istifadə eləmişəm də ayrı-ayrı dəyişənlərə mənimsədim. Məsələn, 2, 5, 8, 258 ədədi üçün baxın.
Görürsünüz listə çevrildi. 2, 5, 8. Amma mənim problemim ondan ibarətdir ki, mən bunları cəmləyə bilməyəcəyəm. Ona görə cəmləyə bilməyəcəyəm ki, bunlar sətirdir. Mən bunları ən çox cəmləsəm bu təzədən yapışıb bir-birinə olacaq 258. Deməli mən bunları int eləməliyəm. Onda buradan bir dənə belə bir boş dəyişən qoyuram. Sayğaclı dövründən ona müraciət edirəm. Özdə sayğaclı dövrü indeksiz versiyasından. For i in n müraciət etdim. Onda s-in içərisində necə i'ləri atacağam? Int i'ləri atacağam. i birinci olacaq 2, amma onu int eləyib s-in içərisinə atacağam. Int i. Gördük. Bu artıq cəmləməni baş verəcək. Baxın, s-i çap eləyirəm. 258 ədədini rəqəmləri cəmi 15 eləyir də. Görək 15 çıxardır. Gördünüz 15 çıxart. Yəni mənə nə lazımdır? Ədəd özü də dəyişməyib. Ədəd özü dəyişibdir doğrusuna qalanda. Mən bunu elə burada nə edeyim? Bax, belə bilmədim ədəd dəyişəcək. Ona görə belə bir şey edeyim. Bunu input eləyim. Sonra burada eləyim listə. K bərabərdir. Çünki ədədin özü mənə lazım olacaqmış. Onu diqqətdə saxlamadım. List n. Lap aydın, sizə aydın formada oldu. Siz həmişə belə görmüsünüz. İndi ədədin rəqəmləri cəmi qəşəng-qəşəng tapılır. İndi mən yoxlamalıyam ədəd özü. Müəllim, ədəd özü axı sətirdir. Olsun da, onda yazaram int n faiz s bərabərdirsə 0-a. Onda print yes. Əks halda o. Gördünüz. Artıq bu birbaşa koddur. 2400'ü daxil elədim. Gördünüz yes çıxdı. Amma 244'ü daxil eləyəcəyəm no çıxacaq. Gördünüz. Bu da tamamilə nə while istifadə etdim, nə bir şey istifadə etdim. Tamamilə ayrı bir metod. Başqa metoddan da istifadə etmək olardı. Soldan başlayardım, bir-bir rəqəmlərə müraciət eləyərdim. Elə rəqəmlərə müraciət eləyib, int eləyib birbaşa nə list eləyərdim, nə bir şey eləyərdim. Heç nə. Listəyə də ehtiyac görməzdim. Bunu pozardım buradan. Ədədi aldım. Elə bax belə eləyərdim. S bərabərdir. Çünki onsuz da i buradan n-dən birbaşa qiymətləri götürəcək. Onda da deyərdim int n faiz. Yəni bu da işləyəcək. Orada heç listəyə ehtiyac da olmayacaq. 2400. Gördünüz nə oldu? Yes çıxdı. 244. Amma no çıxdı. Başqa bir metod. S-i 0 qoymazdım. Burada boş bir siyahı qoyardım. Boş siyahı qoyandan sonra burada artıq belə bir iş yazardım. Deyərdim ki, S-in içərisinə məqsədim o metodlar append elə nəyi? Append elə int i-ni. I-ni götür və S-in içərisinə at, amma int i şəklində. Sonra da yazardım int n bölünsün S yox. Artıq burada nə yazardım? Sum S. Yəni siyahının elementləri cəmi bölünürsə yes. Bu da tamamilə doğru işləyən bir koddur. 2400 yes, amma 244 no. Gördünüz, yəni bir məsələyə 3-4 yanaşma etdik ki, siz o harda hansı metodu istifadə etmək olar, o funksiyaları biz başlayanda niyə mən sizə sual verirdim ki, siz də bilməyəndə danlayırdım ki, sətri ədədə çevirmək üçün nə edirlər? Siz dərhal deməliyiniz ki, int-lə istifadə edirlər. Yaxud sizdə sual yaranırdı ki, mən sətri ədədə niyə çevirim ki, nə dəxli? Bax, bu nə mənasız bir şeydir. İndi görürsünüz artıq mənalıdır. İndi 105-ci məsələyə baxmaq istəyirəm. 105-ci məsələdə yazılıb klaviaturadan daxil edilən n sayda ixtiyari natural ədədin ədədi ortasını çap edən proqramı Python dilində yazın. Bunu da biz nə edirik uşaqlar? Bunun dəfələrlə biz algoritmin qurmuşuq. N sayda ixtiyari natural ədədin ədədi ortasını dəfələrlə algoritmin qurmuşuq. Nəinki bir dəfə. Mən deməli ədədi ortanı tapmaq üçün birinci o ədədlərin sayını qəbul etməliyəm. Ədədlərin də sayı bilirsiniz ki, tam ədəd olur. Yəni natural ədəddir ədədlərin sayı. Ədədlərin sayını qəbul etdim. Ədədi ortanı tapmaq üçün ədədləri cəmləməliyəm. Onda S bərabərdir 0. Bir boş qutu qoydum. Daha sonra nə etməliyəm? Başlamalıyam ədədləri bir-bir qəbul etməyə. Bir-bir qəbul edib cəmə əlavə etməyə. Ədədləri də istifadəçi daxil edirdi. Necə kalkulyatora biz ədəd daxil edirik. Onda n dəfə bu prosesi icra edəcəyəm. For i in Deməli bir də onlar saylar da lazımdır. necə?
Onları bir də saymaq da lazımdır. K bərabərlik 0 yazıb sayaq. Saymaq lazımdır, amma saymayacağıq. Niyə saymayacağıq? Orada desəydi ki, n sayda ixtiyari natural ədəddən, məsələn, müsbət olanlarının, belə bir söz desəydi ki, biz bilərdik ki, o ədəd 10 dənədirsə, ola bilər 4-ü müsbət olsun, ola bilər 7-si, ona görə saymalıyıq. Amma burada elə n dənə natural ədəddirsə, say var da, elə deyil. N dənə natural ədəddir, n-nin də ədədi ortasını tapmışam, say n-dir də. Fikrim çatdı sənə Zamiq? Bəli. For i in range n, yəni bu n-i bilirsiniz ki, sıfırdan n-də yaza bilirlər. Nədir? 0,n də yazanda n dəfə proses baş verir. Sıfırdan başlayır belə. Mən bəzən qısa yazılışlardan istifadə bilərəkdən edirəm ki, siz belə şeylərə vərdiş eləyəsiniz. Onda hər dəfə də nə etməliyəm? Ədəd qəbul etməliyəm. X bərabərdir. Ədədlər də necə ədəddir? İxtiyari natural ədədin. Onda int şəkildə qəbul etməliyəm. Int, input. Hətta burada istifadəçiyə bildiriş də verirəm ki, deyirəm ki, ədədləri daxil et. İndi qısa yazdığımda üzrü hesab edeyim. Burada da deyirəm ki, sayı daxil et. Ədədlərin sayını daxil et. Gördünüz? Aha. İndi ədədi nəyə əlavə etməliyəm? S-in içərisinə əlavə etməliyəm. S bərabər S üstə gəlsin. X və yekunda dövrdən çıxandan sonra print S bölünsün X. Və bayaq yoldaşınızın dediyi məsələni daim gündəndə saxlamaq lazımdır. Bu həmişə belə xoşbəxtlik baş vermir ki, elə n dənə ədəd üçün n dənə ədəd orta desin. Birdən ki, qayıdıb məsələ desək, n dənə ədəddən müsbət olanlarının ədəd ortasını tap, mənfi olanlarının, nə bilim, həqiqi ədəd olanların. Yəni oradan seçim söhbəti olsa, sən məcburi şəkildə s-in yanına bir dənə də dəyişən qoyub onları nə etməlisən? Saymalısan. İstəyirsən ki, s-in yanında dəyişən qoymayasan, onda bir boş siyahı qoymalısan. Bu ədədləri bir-bir siyahının içərisinə append eləmişsən. Orada da artıq özün saymayasan. Len funksiyası sənin üçün sayacaq. Yəni bu məsələni də bir 5-6 üsuldan yazmaq olar. Amma mən nə etdim? Belə yazdım. Yəni buradan hesablayaq. Məsələn deyək, görsən ədədlərin sayı, yəni neçə dənə ədədin ədədi ortasını tapmaq istəyirəm. Mən istəyirəm 3 dənə ədədin ədədi ortasını tapım. Onda məndən dedi ədədi daxil et. Yəni birinci ədədi daxil edirəm. Tutaq ki, olsun 25. İkinci ədədi daxil et. İkinci ədədi daxil edirəm 50. Üçüncü ədədi daxil et. Üçüncü ədədi də daxil edirəm 75. Deməli burada 150 ədədi 3-ə bölünəcək 50.0 çapa gedəcək. Gördünüz? Anlaşdı uşaqlar? Bax bu da belə. Bu S bərabər S plus X-ı qısa yazılışdan belə yazırlar. Bundan sonra yəqin ki, qısa yazılışlara çox önəm verəcək. S plus bərabər X. Bax belə də yazırlar qısa yazılışla. Yəni o S bərabər S plus X deməkdir. 3 dənə ədəd 25, 50, sonra 75. Yenə də nə çıxartdı bizə? 50.0. Yəni bu yazılışda S bərabər S plus X deməkdir. Sonra keçək, əgər bu haqda sualınız yoxdursa, 106 nömrəli məsələyə. Range'in içərisində n üstəgəl olsa səhv olardı. Range'in içərisində n üstəgəl 1 olsa, range'in içərisində n üstəgəl 1 olsa, Xədicə, Bəli. orada proses axı n-dən olmayacaq, n plus 1-dən olacaq. Çünki, məsələn, 3 daxil etmişiksə, n-in qiyməti üçün burada 3 daxil etmişiksə biz, bax, 3 yazıram. İndi sayı ilə gör nə baş verəcək n plus 1 olsa. Birinci 0, i 0 olacaq, sonra 1 olacaq, sonra 2 olacaq, sonra nə baş verəcək? 3-ün özü olacaq. Çünki n plus 1 olsa 4 dayanır burada. 4 dəfə oldu. Amma n yazırıq, n olanda axırıncı qiyməti, yəni n 3-dürsə 3-ü götürməyəcək. 0-dan başlayır. Belə yazılış 0-dan başlayır, əgər başlanğıcı göstərməyibsənsə. 0, 1, 2, 3 dənə. Başa düşdün fikrimi? Bəli. Sıfırdan olduğunu bilmirdim ona görə. Ay sağ ol. İstəyirsən bax mən burada nəyi çap eləyim sənin üçün? i-ni də çap eləyim. Gör həqiqətən 3 üçün hansı qiymətləri alacaq? 3 dəfə qiymət alacaq. Bax i-ləri də çap eləyirəm sənin üçün. Bax ədədlərin sayı 3. Məsələn 3-dürsə mən 0, 1, 2 çap eləməlidir. 3 dənə proses. Ədədi daxil et 25. Cəm hələ 0-dır. O çıxan nədir? i 0-dır. Gördün i-nin qiyməti. Bax i 0-dır. İkinci ədədi daxil etdim 50. Nədir? i 1 oldu. Görsən. Üçüncü ədədi daxil etdim 75. i nə oldu? 2 oldu. Gördün? 3 dəfə proses. 2, 0, 1, 0. Cavabdır. Anlaşdı mı?
Bəli, çox sağ olun müəllim. Yəni sağ ol. Hə, burada gəldi çətin məsələ. 106 nömrəli məsələ, çətin məsələ. Mən 106-nı həll edəcəyəm. 107-ni sizə tapşıracağam. 106-dan mən sizə o qədər danışmışam. Hətta danışanda o qədər mənə gülmüsüz. Bir yadınıza salın. Görəcəksiniz məni o güldüyünüz vaxtlarda qazanmısınız yoxsa qazanmamısınız. Deyək ki, klaviaturadan n sayda natural ədəd daxil edilir. Bu ədədlər arasında ən kiçik ədədi çap edən proqramı Python dilində yazın. Məsələn, 3, 45, 13, 78 daxil olunubsa, çıxışa nə verilsin? 13 versin. Özdə burada nə deyib? Arasında ən kiçik ədədi. Deyəsən özdə burada çıxışı səhv verib. Hə, siz də baxın bir dənə. Mən yorulmuşam deyənə. Ola bilər səhv görürəm. Ən kiçik ədəd deyir, amma girişə düzdür, düzdür. Birinci qiymət nədir? N-in qiymətidir də. Bu 3, 3 dənə ədəd. N-in qiymətidir. Yəni n sayda qabaqcadan 3. Mən 3-ü də əlavə elədim bura. Dedim 13 yox, 3 çıxmalı idi. 3 dənə ədəd. Baxın, birinci sətirdə dayanan ədədlərin sayını bildir. 3 dənə ədəd 45, 13, 78. Bunlardan ən kiçiyi neçədir? 13. 2 dənə ədəd. Hansı ədədlər? 27, 56, 27. 100 dənə ədəd belə daxil etsək, onun ən kiçiyini çapa versin. Mən bunun minimum maksimumunu verəcəyik. Hədə yəni minimum, maksimum çap etmək lazım. Yaxşı, mənim o Müəllim, burada əvvəlcə bir dənə boş siyahı yaradıb, sonra onları daxil edib, sort edib, sıfırıncı indeksini götürə bilərik. Nəinki götürə bilərsən, hətta canın alarsan. Elə mən istəyirdim birinci onu gündəmə gətirim ki, biz o vaxt algoritm dərsində, orta məktəb kursunda massivlər keçirilmir. Massivlər, siz onu list kimi elə adın deyirsiniz. Ali məktəbdə siz görəcəksiniz ki, bizim o list dediyimiz bir ölçülü buna burada massiv deyirmişlər ki. O massivlərlə eləmək, massivlər keçirməklə algoritm dərsində biz bunun blok sxemin quranda mən sağa sola söhbəti demişdim. Deyirdim ki, qabaqcadan bir dənə ədədi götürürəm sol əlimə. Sonra qalan yerdə qalan n-1 sayda ədədi sol əlimlə müqayisə eləyirəm. Harda ki, sol əlimdə tutduğum kiçik ədəd sağ əlimdə peyda olursa, sol əlimdəkini atıram, sağı qoyuram sol əlimdə saxlamağa. Sizə də gülmək gəlirdi. Bax, o metodu da tətbiq edə bilərik. Amma biz onu algoritmdə tətbiq edirdik. Çünki algoritmdə o yeganə çıxış yolu idi da. Yəni başqa çıxış yolumuz yox idi. Çünki siz massivlərlə işləyə bilmirsiniz. Algoritmdə massiv qurmaq çətin bir prosesdir. Orta məktəbdən kənara çıxır. Amma sənin dediyin metodu mən bura tətbiq eləyəcəyəm ki, həm də maraqlıyam ki, bura niyə tətbiq eləyim mən o metodu? Çünki biz massivlər keçmişik. Massivlər keçərkən də üzr istəyirəm, siyahılar keçmişik, onun adı massiv deməyim. Siyahılar keçərkən də siyahı metodlarını öyrənmişik. O metodları sizdən əzbər soruşub, sizi çox-çox da anlamışam. Görün ki, o metodlar bizə nə qədər vacib lazım imiş ki, məhz elə ona görə sizi da anlamışam. İndi bu hissəni pozuram. Heç hətta nəinki sıfırıncı indeksi, mən indi sənin dediyi yazacağım, əlavə də. Biz minimum funksiyası keçmişiksə, sıralamadan, sənin üçün əlavə 2 komandada yazmalıyıq. Bir sort eləməliyik, bir də ki, sıfırıncı indeks. Amma elə istəyir siyahıya nə tər əlavə olunur, olsun. Minimum funksiyası onsuz da siyahının ən kiçik qiymətini tapır da, bir başa minimum eləyək, geçsin. Nə yazıram? Onda buradan bir dənə boş siyahı qoyuram. Boş siyahı qoydum. Mən boş siyahı yox, buna lüğət deyirlər, lüğət qoydum. S bərabərdir, boş siyahı. Başladım həmin ədədləri bir-bir qəbul etməyə. Ədədləri qəbul etmək üçün də bayaqdan bu prosesi dəfələrlə icra etmişik. Yəni bunu göz yaddaşını yox, əzbərləmə yoxdur. Artıq beyninizə oturdu. Range. Bayaq Xədicə də bu haqda sual verdi. N yazdım. 0 N də yaza bilərdim. İndi nə etmək lazımdır? Ədəd qəbul etmək lazım. Bayaqki kodumdan birə-bir eyni bir şeydir. Int input. Bəs deyə bilərəm, müəllim, niyə int yazdın? Floatdur bəlkə, çünki orada nə deyib? Deyib ki, natural ədəd daxil edir. Buyur Xədicə. For in range olmur. İni yeməmisiniz yoxsa? Onu nə etmişəm? Yadımdan çıxartmışam. For in range, sağ ol. For in range n. İndi nə edəcəyəm? Append eləyəcəyəm. Nəyi? X-ların aldığım ədəd. Bayaq da gördünüz, ədədi ortaya üçün mən nə etdim? Belə alırdım qiyməti. Artıq təkrarlamış olursunuz.
Siz yenə də deyirəm, bu hissələri mənə belə hekayə kimi baxsaz, hekayə. Qulaq astım, sonra da getdim yorğanı çəkdim başıma yatdım. Heç vaxta baxmadım. Onsuz da müəllim izah eləyəndə baxdımda sən heç də irəli gedə bilməyəcəksən əzizim. Sən özün çalışmalısan. Mən daha çox ona görə də maraq verirəm ki, yoxsa mənim də vaxtım məhduddur. Mən də gündüz işləyirəm, artıq axşam vaxtı mən də yorğun oluram. Amma mən ona görə maraqlıyam ki, bunu onlayn göstərim. Çünki əyani dərsdə bunu yazırsınız, bəziləriniz yazmır, gəlin etiraf eləyək, qələm götürüb əlinə mənim gözüm ora baxanda yazmır. Mən baxanda tez əlinə qələm götürür. Ya ora qulaq asır, qulaq asandan sonra biz təzə məsələyə keçəndə yazmaq yadından çıxır, gecikir, qeyd eləyənmir, səliqəli yazmır. Amma burada məsələni qulaq asırsan, gör necə optimaldır. Məsələ gedir YouTube-a. Ondan sonra özün götürüb məsələləri həll eləyirsən. Hansını eləyə bilmədin, açırsan YouTube-da, play düyməsini vurursan. Baxırsan mənim həllimə, ondan sonra saxlayırsan, stop edir, keçirsən o biri məsələyə, qəşəng-qəşəng öyrənirsən. Siyahının içərisinə yığıldı bütün ədədlər əzizim, yığıldı. İndi bu siyahının nəyini çap eləmək lazımdır? Bu siyahının minimumunu çap etmək lazımdır. Bax, minimum metodundan da istifadə etdik. Və hətta istəyirsəm, siyahının özünü də çap eləyim. Sən gör ki, ədədlər necə onun içərisinə yığıldı. Necə olmağın, birinci belə çap eləyirəm, necə yığılmağını sizə göstərim. Sonra birbaşa siyahının özünü çap edərəm. İndi baxaq, yenə də mən nə edirəm, onun verdiyi nümunə üzərində işləyəcəm. 3 dənə ədəd daxil edirəm. 3 dənə ədəd hansıdır? Biri 45-dir. Amma bu 100 dənə ədəd üçün də işləyir. Biri 13-dür. Biri nədir? 78-dir. Uşaqlar görürsünüz necə siyahının içərisinə yığır. Bax 3 dənə ədəd 45-i aldım, atdı boş siyahının içərisinə, yesin içərisinə. Sonra 13-ü verdim. 13-ü verəndən sonra 45-in atdı 13-ü də siyahının elementinə. Sonra 78-i verdim. 78-i verəndən sonra 78-i də atdı siyahının içərisinə. Gördünüz, artıq mənim 45, 13, 78 ədədlərim siyahının içərisindədir. Bunun da minimumunu çıxartdı nə? 13. İndi bunu dövrdən çıxardıram, elə birbaşa siyahını nə etsin, çap etsin. Məsələn, 3 daxil etdimsə, 3. Orada nə idi? 45 idi, 13 idi, 78 idi. Gördünüz, siyahı budur, minimumu da 13'dür. Amma indi biz yoldaşımızın dediyi metoddan eləsək, onda burada nə edirik? Minimum funksiyasından istifadə etmək istəmiriksə, bu siyahını sıralayırıq. Müəllim sizlə niyə dalaşırdı? Bunları əzbər bilməlidir hər kəs. Dəyişənə mənimsədilmir. Bax, kod yazanda kitab yanınızda olmayacaq. Bir də görürsünüz, yazacaqsınız K bərabərdir S-sort. O da deyəcəklər, üstündən bir dənə qırmızı xətt qoyub 0 bal verəcəklər. Onda nə edirəm? S-i sort eləyirəm. Sort eləyəndən sonra təbii ki, ən kiçik element 0-cı indeksdə olacaq da. Onda nəyi çap eləyirəm? S0-ı çapa göndərirəm. Maksimum üçün amma bu biraz çətin olacaq. Çünki sən maksimumda bilməyəcəksən ki, axırda dayanan element neçənci indeksdə dayanan elementdir. Ondan gərək uzunluğu tapasan, uzunluqdan bir əsas götürəsən. Orada da reverse eləyə bilmərəm. Sort eləyib, təzədən sortu da reverse eləyib, 0-cı indeksi bəli, ala bilərsən. Tamamilə gözəl yanaşma dedi. İndi yenə də baxın, 3 dənə ədədi daxil edirəm. Ədədin birincisi 45-dir, ikincisi 13 idi, üçüncüsü 78 idi. Yenə də 13-ü çapa göndərmiş oldu. Baxın, burada da prosesi sizə göstərirəm. Hətta sıralanmış siyahını. Bir sıralanmamışı göstərəcəyəm. Print. Yəni, əlavə olunduqca göstərəcək. Sonra burada sıralanmışı göstərəcəyəm. Burada da 0-cı indeksin çıxmışı göstərəcəyəm. İndi yenə də həmin 3 dənə ədədi üçün 3 daxil etdim. 45. 45-i daxil etdim. Görürsünüz, 45-i atdı siyahının içərisinə. Görürsünüz, hələ sıralamayıb. Sonra necəni daxil etdim? 13-ü daxil etdim. 13-ü də atdı siyahının içərisinə. Görürsünüz, 45, 13. İndi 78-i daxil edirəm. 78-i də atdı siyahını. Siyahı oldu belə. Belə olandan sonra sıraladı, sort etdi belə. 0-cı indeksdə də olanı çıxartdı. Maksimum, yəni 107-ci məsələni artıq yazmayaq. 107-ci məsələdə deyir, maksimum üçün nəyi çıxartmaq olar? Maksimum üçün də biz burada daha indi bu sort söhbətini pozuram da. Biz maksimum üçün sadəcə burada nə verəcəyik? Maksimumunu tapmaq üçün 107-ci məsələdə. Burada max s verəcəyik. Max s. Bəs kim o biri metodla yada salar? 3 dənə ədəd
45, 13, 78, 78'i çıxardacaq. Bəs o biri metodla nə edək? Bunlar oyuncaqdır. Yəni siz hansısa bir proqramçının yanında bu kodu yazsınız, sizdən inciyəcək. Deyəcək, yox, heç xoşum gəlmədi. Düzdür, qəbul imtahanında yazsan sən tam 100 balı alacaqsan, buna söz yox. Amma o biri metod, algoritm metod, siz mütəxəssis olacaqsınız. Mütəxəssis Sağa olmaq sola istəmirsiniz. əl. Aha. Onun üçün nə edirdik? Ədədin birin başlanğıcda burada nə ilə alırdıq? Ədədin birin qabaqcadan alırdıq. Yəni bu ədədlərin sayıdır. Heç ədədlərin sayı öz yerində. Sonra ilk ədədi alırdıq. Deyirdik, oradan ürəyini istəyən bir dənə ədədi mənə ver. O da verirdi. Deyirəm, fərq etməz hansını verirsən ver. Ondan sonra ədədin birini almışıq n-dən ədəddən yerdən neçəsi qalıb? n-1'i qalıb. n-1 dənə ədədi almalıyam. For i in range n-1. İndi mən n-1 dəfə ədəd alacağam. Sol əlimdə hər dəfə nə var? Bax buna yazıram sol əl. Sol əl. Sol əlimdəki ədəd budur. İndi mən ədədi alıram. Deyirəm, bir dənə ədəd göndər gəlsin. O da göndərir. Onu x dəyişəndə mənimsədirik. Yəni x dəyişəndə yox, artıq nə eləyəcək? Bunu sağ əlimə götürürəm. Sağ əl. Görürsünüz, burada nə yaxşı imkanlarımız var. Onda int input yazıram. Ədədlər gəlir mənim təkrar sağ əlimə. Birinci ədədi alan kimi sol əlimdəki ilə nə edirəm? Müqayisə eləyirəm. Deyirəm ki, əgər sağ əlimdəki ədəd sol əlimdəki ədəddən mən maksimumu üçün yazıram. Nədir? Minimumu üçün yazaq da. Çünki birinci məsələdə deyirəm kiçiyini tap. Sağ əlimdəki ədəd, yəni gələn bu ədəd sol əlimdəki ədəddən kiçikdirsə, mən onda sol əlimə hansı ədədi götürəcəyəm? Sol əlimə sağ əlimdəki ədədi verəcəyəm. Sol əl bərabərdir sağ əl. Vəssalam. Bu proses axıra qədər davam edəcək və mən axırda ən kiçik ədəd hansı əlimdə qalmalıdır? Sol əlimdə qalmalıdır. Çünki sol əlimə götürürəm kiçik ədədlər gəldikcə. İndi görək düz işləyəcək yoxsa səhv işləyəcək. 3'ü daxil etdim. Sonra birinci ədədim nə idi? 45 idi. İkinci ədədim 13 idi. Üçüncü ədədim 78 idi. Və nəticədə mən maksimumu Sonra sağ əl yazırsan, ona görə elə oldu. hə, düzdür. Bunu İndi. dəyişim işarəni indi yəqin ki düzdür. Baxın, 3 dənə ədəd o maksimumu idi. İşarədə səhv eləmişik. 45, 13, 78. Sol əl burada görüm harda səhv eləmişəm. Maksimum. Yəni printdə bayaqları sol əl yazmalıydınız. Hə, düz deyirsən. Mən də deyirəm bəlkə işarədə səhv eləmişəm. Mən printdə sol əl yazmalıydım. Özüm deyirəm ki, sol əlimdə qalıbdı kiçik ədəd, götürüb ora sağ ədəd əl yazıram deyə başım yorulubdu. 3 o 45, 13, 78 və nəticədə 13. Gördünüz uşaqlar necə qəşəngdir? Sol əlimə bir dənə qabaqcadan ədəd götürdüm. Bunu mən uşaqlara belə deyirəm, amma bu mənim metodumdur. Rəsmiyyətdə belə şey yoxdur sol əldə. Sadəcə onu fizikadakı o sağ əl, sol əl qaydasına oxşatmışam. Orada var ya sağ əl qaydası, induksiya vektoru ovucumuza daxil olsun, baş barmaq açılmış 4 barmaqdan. İndi onu demək istəmirəm. Oradan da yadınızda qalır bu sol əl, sol əl. Mən də fikirləşmişəm ki, şagirdlər o fəndən bu söz, bu termin yadındadır. Biz də bunu burada belə verək, lap əlli olsun. Sol ələ qabaqcadan birini götürdüm. N-1 dənəsini sağ əlimdə aldım. Və hər dəfə sağ əlimdən sol əlimi müqayisə edirəm. Əgər sağ əlimdəki ədəd sol əlimdəkindən kiçikdirsə, deməli mən kiçik ədədi tez sol əlimə verib, sol əlimdəkini atmalıyam bu yana. Sol ələ bərabərdir, sağ əl və sol əli çap etdik. Uşaqlar, bugünkü dərsimiz bu qədər. 35-də başlamışdıq, 32-də yekunlaşdırdıq. Mən də bunu buradan